Dostlar, salam aleyküm. Bir Menzidrayda nə tər maşın moda vurmaq lazımını göstərəcəm. Əvvəla başlayırıq. Yuxarıda ortada pult işarəsi var. 2 dənə oxun ortasında pult. Ona vurursunuz. Burada solda yuxarıda stem işarəsi var klaviaturanın solunda. Onu vurursunuz. Təzədən knopkanı açırıq, yəni pultu açırıq. Aşağı yenirik. Aç kapa var. Aç kapanı seçirik. Yine aşağı yenirik. Geniş ekran modundan çık. Bunu seçtik. Gözləyirik. Sonra buradan pultu bağlayırıq. Mouse'la gəlirik. Bura bu gördüyünüz. Buna basırıq. Ondan sonra burada internet tarayıcısı var. Buna bir dəfə bastıq. Sonra təzədən bir də basırıq. Bunun belə kəsik gəlməsini istəmirsinizsə, burada yuxarıda Steam işarəsində bir dəfə basın. Bura bağlansın, sonra bir də vurun, təzədən açılsın. Belə olacaq. Sonra klaviaturanı açırıq. Ya da açmasaq da olur. Buradan çıxış verək. Aha. Burada konsept var. Ona vurun. Ben sizin modlandan saytına aparım. Neyse. Burada klaviaturanı açırıq. Burada PCDN var. Onu basanda aşağı yenir. PCUP'a basanda yuxarı qalxır. PCDN'ni bastık aşağı indi. Sonra klaviaturanı bağlayırıq. Sonra tümünü kabul et. Axtarış yerinə yazırıq. Klaviaturanı açırıq. Beyan NC Modland. Klaviaturanı bağladıq. Başdakı sayta giririk. Sonra yuxarıda ora dəyməmiş, burada OK'ya basırıq. Yuxarıda axtarış işarəsi var gördüyünüz kimi. Onu vurduq. Bura açıldı. Bura vururuq. Sonra klaviaturanı açırıq. Siz istədiyiniz maşın adını yaza bilərsiniz. Mən Lada yazacağım. Lada. Enter vururuq. Klaviaturanı bağlayırıq. Burada yuxarıda imlec var. İmlec bilmirəm nədir dayı. Scroll. Buna basılı tuturuq. Aşağı yenirik. Yəni təzə 07 modu çıxıb. Mən bunu yükləyəcəm. Üstə vururuq. Close et. Sonra yenə aşağı yenirik. Bunu aşağı yendirmək üçün bayaq göstərdiyim kimi klaviaturanı açın, PCD-ni vurun. Sonra aşağı yenirik. Bax, belə gələcək. Belə gəlməsə yükləməyin. Belə olan modlar tapın. Bax, belə gördüyünüz mavi xanada. Bunun üstə vururuq. Sonra bir də aşağı yenirik. Burada gördüyünüz fayl namə yazılıb. File name. Burada Ladadan tutmuş zipin axırına kimi kopyalayın. Yəni basılı tutun, gətirin. Sonra klaviaturanı açın. Ctrl basılı tutup C-ni seçin. Sonra klaviaturanı bağlayın. Sonra yine aşağı yenirik. Burada gördüğünüz yükleme işarəsi var. Üstünə gələndə mavi olur. Buna vururuq. Bura açılır. Bunu yuxarı sürüşdürək, rahat olsun deyə. Bunu bağlayaq. Burada gördüğünüz C-User yazılıb. Bunun üstə vurduq. Burada C diski yazılıb. C diskini seçirik. Burada program file 86 var. Onu seçdik. Sonra klaviaturanı açırıq. Enter vururuq. Ondan sonra burada Steam var. Steam'i seçdik. Enter vururuq. Sonra Steam apps var. Steam apps seçdik. Yine enter vurduq. Burada Common var. Common seçdik.
Yeni enter. Bu sefer geldi birinci drive. Birinci drive'ı seçtik. Enter vurduk. Sonra yukarıda fayl əlavə eləmək var. Bu gördüğünüz budur. Yeni klasör. Bunun üstə basırıq. Burada buranı seçirik. Sonra klaviaturunu açırıq. Bunu silirik. Bura yazırıq mods. Dəqiqə səhv oldu. Mods. Klaviaturunu bağlayırıq. Burada tamam var. Tamamı vurduq. Sonra bayaq kopyaladığımız maşının faylının adını bura seçirik. Klaviaturunu açdıq. Ctrl-dən basılı tutub V hərfini seçirik. Kopyaladığımız bura düşdü. Ondan sonra kayd elə yazısına basırıq. Yəni əgər bu belə bir şey gəlsə qırmızı xana. Deməli modumuz yükləndi. Bu belə gəlməyə də bilər, amma baxır da indi modun işləməyinə görə. Sonra soldakı Steam işarəsini basırıq, buranı bağlayırıq. Yenə pultu açırıq. Sağda gördüyünüz ox var. Bu oxa bir dəfə bastıq. Pultu bağlayırıq. Buradan VHS-ə gəldik. Bir dəqiqə səhv oldu. Buradan VHS-i seçdik. Gördünüz, sizdə maşın yuxarıda görsənməyəcək. Mən əvvəl seçmişdim ona görə. Aşağı yenirik. Gördüğünüz kimi maşınımız buradadır. Maşını seçip sürün abi. Keyif edin. Bir de bir şey göstereceğim. Bir tane səbirli olaq. Maşın modu yüklənsin. Sizə göstermek istediğim şey budur ki, maşının orijinal təkərləri sürücü, yəni iç təkərə qalxmır. Onun için burada yukarıda sağda ox var. Oxu seçdik. Pultu bağlayırıq. Burada VHS config var. Onu seçdik. Burada body var. Sizdə bağlı olacaq. Bu body'ni açırsınız. Sonra pultu açırıq. Aşağı inirik. Buranı seçdik. Yine aşağı inirik. En aşağıda. Burada gördüğünüz front suspension, bir de rear suspension var. Birinci rear suspensionu seçək ya da yox. Mən onu eləmişəm. Front suspensionu açdıq. Y hərfini vururuq. Aşağı inirik. Front wheels yazılıb. Buna Y hərfini yenə seçirik. Yenə aşağı inirik. Front tires yazılıb. Bunu arxa üçün eləyərsiniz. Front tayırın üstə X-ə A hərfinə basırıq. Burada yuxarıda görərsiniz Azilov front tires var. A hərfi ilə bunu seçirik. Yəni təkərimiz sürüşməyəcəyindən sonra. Bunu arxa təkər üçün eləmişəm, siz də eləyərsiniz. Ondan sonra pultu buradan çıxırıq. Sizə göstərim. Bir də maşın sürəti yetərli olmasa motoru gücləndirə bilərsiniz. Elə belə Pro üçün göstərirəm. Yəni gördüyünüz kimi biraz elə belə oldu, amma bir dənə də göstərim məsələyər. Yani bu kadar, yani sade. İçeriden sürmək istəyənlər də olsa Y hərfinə basırıq. Belə görüntümüz var. Yani bu kadar. Xoş oyunlar.